Kürdəmir İstiqlal İdman Qrupunun təşkilatçılığı ilə rayonda ilk dəfə təşkil olunan yarış rayonun İdman Olimpiya kompleksində reallaşıb. Təşkil olunan açıq birincilikdə 5 yaş qrupu üzrə olmaqla 51 çəkidə 23 komanda uşaq, kadet, yeniyetmə gənc idmançılar iştirak ediblər. Bundan başqa yarışda ümumilikdə 225 idmançı iştirak edib ki, bunların 12 nəfərini qızlar təşkil edib. İştirakçı komandalar ölkənin 13 bölgəsindən, o cümlədən Kürdəmir, Gəncə, Göygöl, Şəmkir, Goranboy, Ağcabədi, Mingəçevir, İmişli, Qəbələ, İsmayıllı, Ağsu, Göyçay, Ucar rayonlarından təşkil olunub. Yarışın rəsmi açılışında 5 qala döyüşü keçirilib və yarışı Kickboxing Federasiyasının qərb bölgəsi üzrə baş hakimi, beynəlxalq dərəcəli hakim Anar Məmmədov müşahidə edib. Eyni zamanda yarışı Azərbaycan Kickboxing Federasiyasının 17 hakimi idarə edib. Bugün ilk olaraq Kürdəmir Olimpiya kompleksində ümumi lider Heydər Əliyevin xatirəsinə 102 illiyinə həsr olunmuş kickboks üzrə zona birinciliyi keçirilmişdi və bu çempionatda bölgələrdən müxtəlif sayda idmançılar bu əzmkar mübarizəyə qatılaraq öz güclərini göstərmişdilər və idmançılar sonda İstiqlal İdman Klubunun mükafatları ilə medal və diplom mükafatları ilə təqdim olunmuşdu. Gərgin idman şəraitində keçirilən yarışda birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşib. Belə ki, yarışda ardıcıl olaraq birinci yerə Kürdəmir İstiqlal Qrupu, ikinci yerə Sense İdman Klubu və üçüncü yerə müvafiq olaraq Mingəçevir Kolizey İdman Klubu layiq görülüb. Qaliblər Kürdəmir İstiqlal İdman Qrupu tərəfindən kubok, diplom və medallarla təltif olunub. Könül Kazımova, Agil Əsədov bugün informasiya proqramı üçün.